sənətin qəti olaraq kütləvi olduğuna inanıram. Olmalıdır da, mütləq. Ən azından şöhrətpərəstlikdən belə kütlə üçündür, alilikdən də kütlə üçündür. Mən o elit təbəqə üçün deyilənlərə qarson zehniyyəti kimi baxıram. Ki, elə bir ki, qarsonluq bu padşahlar üçündür, yox kasıb üçün deyil. Ona görə də mənim məsəl üçün kumirlərim Hemingway, Jack London, Exupéry, bunlar hamısı kütləvi olublar. Hətta ilkin tarixi abidələrimiz, yazılı abidələrimiz, Gilgamış dastanı ilk gil lüğədə yazılıb da. Məsəl üçün Faust. Ona hər adam başa düşmür. Amma Gilgamışı oxudum, necə sadə. Məsələn, ölüm qorxusu üzərində qurulub konkret və ölümsüzlük çiçəyi, Mahabharata kütlə üçün hamı başa düşür. Ən qədim mifoloji əsərdir də. Prachandra var heyvanlardan. Bunu Hindistan racəsi filosofuna sifariş edib, deyib, elə yaz ki, cahillər də başa düşsün, ağıllılar da. Ona görə heyvan formasında. Gəlib çıxıb kəllə dimnə, sonra ərəb versiyası yaranıb. Kəllə və dimnə, Homer, İlyada, Odissiyada, Nizami Gəncəvi, action. Belə kobud desək, İskəndərnamə, Bəhrəmgür haqqında, Yeddi Gözəl, hamısı elə bir ki, kino kimi baxımlı və Firdovsi, Şahnamə. Yəni, ən böyük ustadlıq kütləvi olar. Kral Lear filmini Peter Brook, İngiltərənin teatr üzrə, o bizim Hipokratımız sayılır. İndi rəhmətə gedib, 20-ci əsrin teatrının simvoludur. Seminarına da olmuşam Moskvada. Və eyni zamanda da Kozintsev çəkir Kral Lear'i, eyni zamanda da Peter Brook çəkir. Peter Brook olduğu kimi Shakespeare'i köçürdür, danışıqları ilə, filanı ilə. Kozintsev'inki isə çox adi sənət əsərinə çevrilir və Peter Brook məktub yazıb ona baş əyir. Deyir, mən Shakespeare'i adaptə elədim, ədəbiyyatı önə çəkdim. Kozintsev da dəhşətli dərəcədə, belə kitablarını oxumuşam. Dəhşətli dərəcədə Shakespeare'i hətta ingiliscə öyrənib, gedib muzeyinə qədər gedib. Amma buna baxmayaraq kino çəkib. Yəni, bu ümumiyyətlə teatrda da, kinoda da, piyes və ya senari ortada olanda sənlə biraz paradoksal şey deyim, sənlə yaratdığın arasında bir bariyer yaranır. Bu piyesdir, senaridir, gözünün üstündə olmalıdır. Yəni, əziz bir əsər kimi gözünün üstündə, arxada yox, yanda yox. Amma sənlə, hətta biraz daha paradoksal şeylər deyim ki, heç ədəbiyyatı bilməyən oğlanlar tanıyıram ki, amma bu göstərici deyil də, belə, yəni daimi bir resept deyil. Görürsən ki, əla ədəbiyyatı bilən, eləyəndən daha güclü çıxır. Çünki baş beyin ancaq elədiyinə konsentrə olur. İndi mən bunu biraz şişirdim. Yəni, bu təsadüf hallardır da, bunun üstündə kino, yaradıcılıq qurmazlar da və danışıq mədəniyyəti, ümumiyyətlə teatrdan başlayaq da, danışıq teatrı ki, kinonun əsasıdır da, ilkin mənbəsidir. Skandinaviya ölkələrində kamin başında yaranıb. O vaxt oxuyucular deyil, qiraətçilər yığışardılar. Məsəl üçün Byronun dəstəsi, dostlar, kamin ətrafında. Bu arada bir dənə də eyvan açım, balkon açım ki, Frankenstein'ı Byronun bacısı yaradıb. Bunları kofe verə-verə eləyən nəsə Frankenstein mövzusunda atıb ortaya elə yaranıb. Bu soyuq ölkələrdə danışıq öndədir. Kamin ətrafında yığışmaq. Elə ona görə də dövlətçilik onlarda güclü olub ki, soyuqda bir dənə koma həm də parlament deməkdir, dövlət deməkdir. Amma isti ölkələrdə rəqs, hövsələ çatmır axı. Ümumiyyətlə, isti ölkələrdə rəqs mahnı çox öndədir. Ən sıxıcı tələbə vaxtı Yunan ədəbiyyatı idi, Yunan teatrı, Yunan demək, dramaturgiyası. İndi dərk edirəm. Sən demə, Yunan piyeslərini əvvəldən axıracan xor var axı, oxuyur. Biz elə bilirik, danışıqdır, xor şəklində. Onu da mənim mərhum müəllimlərimdən Mehdi Məmmədov
Azdramada tamaşa qoyanda xor üzərində qururdu. Çünki danışıq həddindən artıq çox danışıq təbii ki, kinonun və teatrın düşmənidir. Hətta Shakespeare, məsəl üçün, o vaxtda kobud tamaşaçıları olurdu. Liman cəmaatı, nə bilim, quldur, qaçaq, padşah, hamı bir yerdə gəlirdilər o vaxtda teatrda. Shakespeare, məsəl üçün, danışıq getmir, mütləq qılınclaşma qoyurdu. Bir 10 dəqiqə, buna action deyilir də ki, özü də mənalı da o heç. Sözü qoyub o bir tərəfə keçirəm. Kitablar da satılmalıydı. Dostoyevski satmalıdır kitabı. Adları var, idiot, cinayət və cəza, ujastik, qorxulu, gərgin, amma mənalı. Ona görə Dostoyevskidir. Hamı yazır, amma mənalı, amma forma etibarilə, yəni əyləncəli, qorxulu, nə bilim, adı da bu satış. Həm də kitab o dövrlərdə tək ədəbiyyat yox, həm də şeydi, informasiya idi. Məsələn, Victor Hugo, Jules Verne, bir də görürsən memarlıqdan danışır. Kitab çap eləmək axı bahalı məşğuliyyətdir. Onun içinə çoxlu coğrafi, tarixi informasiyalar da qoyurlar bir dəfəmlik. Və Shakespeare-ə gəlim ki, danışıq gedir, qılınclaşma. Danışıq, mahnı. Bu Molière-də də var, Brecht-də də var, Bertolt, hamıda var bu. Hələ Stanislavski dövründə, Azdramada Tofiq Kazımovun dövründə, fikir verin, sən həmişə mənimləsən. Əsər o qədər yadda qalmır, Amalyan Pənahvan mahnısı var, 16 yaşı var idi onda, bu yadda qalır. Bu, sadəcə bu institutlarda, bu, axı Mötərizədə qılınclaşdılar. Nə bilim, Mötərizədə Ofeliya mahnı oxudu Hamletdə. Bunlar yığışdırılır və tekstlər də birləşdirilir. Ona görə bunlar qorxulu, ağır, belə bu, nə bilim, Shakespeare də hamısı baxımlı olub. Yəni, kukla teatrında ümumiyyətlə danışıq olmasa laf yaxşıdır. Danışığın özünüz də bilirsiniz də, deyirlər danışmaq gümüşdür, danışmamaq qızıldır. Kinonun öz dili var, danışığın da yeri var, təbiətin də yeri var, səs. Mənim üçün şəxsən səs sözdən də vacibdir. Məsələn, bir insan danışanda, indi hövsələ çatmır da uzun cümlələrə qulaq asmağa. Gənclərdən danışanda 2 dəqiqədən artıq danışmırlar. Mən sözün altındakı səsin səmiyyətinə baxıram. Adam var ki, çoxlu danışır. Mən onun altında və nəticə etibarilə Quran-ı Kərimə gəlim, bizim müqəddəs kitabımıza. Nəyə görə mübahisələr, bir hafiz belə deyir, o birisi elə deyir, mübahisələr yaranır. Çünki səsi qoymuş o qırağa, sözü analiz edirik. Ondakı o səssiz dərk eləmək olmur. O səslənişsiz dərk eləmək olmur Quran-ı Kərimi. Ancaq konkret, punktlu şəkildə sözlərlə dərk edə bilmirsən, çətindir. Mənasını başa düşürsən, amma içindən onun gərək səs avazını gərək hiss eləyəsən, görəsən, eşidəsən. Yəni səsi görürsən. Rejissor dejyordur da təbii ki. Gör neçə adamla işləyir, hamının da ayrı-ayrılığı hiss eləməlidir. Rejissor rəvayətçidir, nağılçıdır. Sadəcə görsəl şəkildə rejissor nağılçıdır. Əvvəldən bir rəvayəti, əvvəldən A punktundan B punktuna qədər bir hekayəni danışandır. O ki, deyəndə ki, nə ötürürsən, bunu bizim də Aristotelimiz var da, katarsis. Sənin məqsədin olmalıdır tamaşaçının təmizlənməsi sonunda. Təbii ki, naif şəkildə yox. Rejissorluğa yaraşar, necə deyərlər, aşırı dərəcədə skeptiklik, yəni reallığın lap kvadratı, real. Bir də dəhşət dərəcədə romantiklik. Onun da adını qoymuşam, kənd şairinin ürəyi. Bu iki dənə yağ su kimi bir-birinə əks. Bu ikisini bir arada verəndə əsərin nə naif çıxır, nə acı çıxır, nə də belə necə, yəni naif, qəbul eləmir cəmaat. Cəmaat qara yumurla baxır, ignorla baxan var. Rejissorun məsəl üçün funksiyası indi yeməyə bənzətsə, əlbəttə aşpazdır da bir əsəri danışır. Mən həmişə deyirəm ki, əsas süjet elə bir ki, ətdir.
ət. Buna bir çimdik, iki çimdik, qəmginlik hissi yaxşı şeydir. Bizdə paçka ilə vururlar, ona görə çox duzlu çıxır. Ya da ki, çox şirin çıxır. Məsələn, komediyadır, həddindən artıq bal, şəkər və yaxud qəmli bir... Hər şeyin, məsələn, qəmlilik bu dadlı şeydir, amma çox qətiyyən olmaz. Buna bir iki çimdik, məsələn, istiot faciəvilidir. İndi şeydir, yumor salatdır, yumor mütləq olmalıdır. Belə acı həqiqətlə getmək də bir şeydir. Gözünüz bilirsiniz, indi avtoritet yoxdur. Gənclərdir, orta nəsildir. Qabaq biz yığışdırırdıq özümüzü. Həsən Seydbeylini görəndə, Mehdi Məmmədi, bunlar dediyi qanun kimi qəbul edirdik. İndi o qanunverici ağsaqqallar qalmayıb, yoxdur. İndi ağsaqqal olub internet. Yaxşı cəhəti də var, pis cəhəti də var. Da mən internetdən yoxdur Azərbaycanda ağsaqqal deyə ki, Konfutsiyadan öyrənərəm. Həzrət Əlinin kəlamlarından öyrənərəm həyatı, yaşamağını, həm qılınc çəkər, həm çəkməz. Nə vaxt, nəyi hərəkət eləyər, bilsən də bizim bölgənin kumiridir. Yəni, indi bu rejissorların əsas səhvi nədədir? Birincisi, prodüser rejissordan, indi mən biraz kobud şirdilmiş deyim, prodüser rejissordan daha ağıllı olar. Rejissor təbii ki, istedadlıdır. Prodüser rejissora orientir vermək, hətta indi konseptologlar da yaranıb. Yəni, məsələn, rejissora deyə bilər ki, burada davanı, evladım, çox eləyirsən, biraz yığışdır, burada sevgini çoxal. Bu rejissorların ən böyük səhvi, rejissor ssenari, bu iki sənət birdir, bitişikdir. Onu da deyim, bu bitişik sənətdir. Çox vaxt dost olur, senarist, rejissor, dramaturg, rejissor, tandem şəklində olurlar. Ona görə rejissor da çox vaxt qabırğa kimi iştiraki ilə. Bunu da bu canlı qoyur da. Məsəl üçün, ədəbiyyatçı 5 hadisə görür. Rejissor bu gördüyü 5 hadisədən 2 hadisə deyir, mənim bəsimdir. Məsəl üçün, ədəbiyyatçı üçün kinoda yarpağın qımıldaması hadisə deyil, ədəbiyyatda hadisədir. Amma kinoda fikirləşir ki, hadisələri düzür. Rejissor deyir, yox, bu yarpağın qımıldamasına bir 20 dəqiqə var materialın. Bunu necə sübut eləsin? Məsələn üçün, Tarkovski çox əziyyət çəkib. 3 varaq, 10 varaq. Məsələn, bizdə naşı adamlar olsa qovarlar onu. Yəni ki, bu nə ssenaridir, bu... Yəni, rejissor özü müəllifdir. Sadəcə burada rejissorların əsas səhvi odur ki, istedadlı işim yoxdur. Ona orientir tutmaqda. Yəni, trenerdə, boksyoru necə deyir ki, Stoykovu tut, yaxına burax. Bu, prodüser bunun treneridir də, rejissorun. Rejissorlar nə edirlər? Senaristlər. Bizim fəsad ondadır. Ona görə alınmır kinolarımız. Hekayədən çox mənabazlıq edirlər. Mənabazlıq. Bir də eşidiblər ki, mistika qəşəng şeydir. Mistikabazlıq, ağılbazlıq. Hekayədən çox. Yəni deyirəm də, burada funksiya bölün. Rejissor da dünyada, rejissor fenomeni, rejissorun əsas funksiyası. Hekayəni izləmək, bir də aktyorla işləməkdir. Əla kadr qurmaq onun borcudur, yəni o avtomatik borcudur. Onları qəhrəmanlıq kimi, bizdə çətinliklərlə bir dənə kadr qurulur, elə bilirlər ki, nail oldu. Yox, o elə bir ki, karateçisən, deyirsən ki, bomba təpiyə atıram, gözüm aydın, atmalısan da, yəni. Onları qoyaq qırağa. Əsas hekayəni təqib eləmək, bir də hələ ssenari, indi bizdə eşidirlər ki, tədris kimi ki, əvvəlcə ssenari yazılar, sonra kino. Rejissor ola bilsin ki, ateist girsin, dindar çıxsın kinonun sonunda. Və yaxud dindar girsin, ateist, fəlsəfəsi proses boyu dəyişə bilər. Hekayə əl vurmadan, məsəl üçün də geri dönüşsüz cəmaat, pul ayrılıb, əziyyət çəkilib, sən hoqqa çıxaranmazsan, ixtiyarın yoxdur. Amma geri dönüşsüz səhnələri dəqiq çək, düzdür, ardıcıllıq yaxşıdır, ardıcıl işləmək. Amma son saniyə qədər ssenari cilalanılır, yəni, işlənilir. Düzdür, o fəsad verir, sağdan, soldan, özün bilsən də dələduzlar daha əmin danışırlar. Maşenniklər daha, bu rejissor yazır, ortada bir düşünür, eləyir. Amma sərras yumruq vuracaq, onun ixtiyarı yoxdur, 3 nöqtə qoysun. Rejissor ssenarisi yazılan dövrdə rəssam, senarist, operator, administrator, rejissor özü 5 nəfər ki, sonra dava düşməsin də, senarist o deməsin ki, mən belə yazmamışdım. Əvvəldən ölçürlər, biçirlər. Bir də ki, rejissor sağlam olmalıdır.
sağlam düşüncə və sağlam əqidə, ümumiyyətlə rejissor sənətinə və yaxud hər hansı bir sənət nümayəndəsi və yaxud ümumiyyətlə hər hansı bir məmur psixoloji testdən keçsin. Bu əgər bəşəriyyət düşmanıdırsa, içi qurtdudursa, bunun sənətdə, yəni bu mehrabda nə ölümü var? Bu əgər Aristotel deyibsə, katarsis, Hipokrat deyibsə, təmənnasız xidmət xəstəyə, hə? Müqəddəs vəzifəndir, borcundursa, burada hoqqa çıxarda bilməzsən. Əgər Aristotel deyirsə təmizlənmə, sən tamaşaçının neynirlər bizim onlarda, teatrlarda? Tamaşaçıya bir ton, dərdli tamaşaçıya bir ton dərd tökür. Dərd tökür. Sən onun dərdini götürməlisən üstüvə. Gör nə qədər sağlam olmalısan sən ki. Sən onun dərdini götür. Sən onu sığal. Ağlamaya onun qabağında, tamaşaçının qabağında. Nə vaxtədək haqsızlıq, maqsızlıq, gic, şikayətçilik. Bernard Shaw deyib ki, şikayət etmə, günahlandırma, özünə də bəraət qazandırma. Bu üç dənə şey mənim üçün, sən nə olur olsun, yəni ay pul yoxdur, incidirlər, nə, bu sənin misyondur. Sən tamaşaçıya, yəni xirurq müharibədə deyər ki, yox, bomba bir dəqiqə dayanın, mən bunun ayağını kəsəcəyəm. Yəni hər Azərbaycanda rejissor olmağın öz şərtləri var. Ən çətin bölgədir rejissor olmaq üçün. Məsələn, elə yer var ki, operatorla rejissorun fərqini qoya bilmirlər. Rejissora deyir, bir dənə çək də məni, nə bilim. Hələ rejissor özü operator sənətini qarışdırır rejissor sənəti ilə. Düşüb, mən dəfələrlə deyirəm ki, operatorun ətəyindən əl çək. Bir yerdə yapışır, daldan da tutur operatoru ki, belə, əgər pişikdirsə ət hanı, ətsə pişik hanı. Ya hamının öz görəvi var və 3 nöqtə qoyan ən maşennik rejissor mənim üçün şeydir. Tamaşaçının öhdəsinə buraxdım. Maşennik, dələduz. Neyi buraxdın onun öhdəsinə? Bunun da işi gücü yoxdur. İnteraktiv zəmanədə sənin kinonla yatacaq, duracaq, evdə deyəcək dayanın, gecə yatanda yastığı qucaqlayacaq, sənin kinonu fikirləşəcək, bu nə demək istəyirdi? Ay hay, sən hipon, sən nöqtəvi qoy. Sən mənə fərah hissi ver. Ölümlə qutarsın kino, amma fərah ver.